bizdən biri kimi ola bilmirəm. Tarkan burada doğulsaydı maksimum ola bilərdi xalq artisti, əməkdar artist. Bu reyting kimin ki evində var cihaz. Bunlar nə kitab oxuyur, bunlar hansı musiqiyə qulaq asırlar, bunlar nə yeyirlər. Kişinin ahı inanmıram qadını tutsun. Amma qadının ahı... Kənanın ən böyük peşmanlığı nədir bu günə qədər? O qədərdir ki. Liftdə, pavilyona bir yerdə qalxırlar, mehribancasına girib içəridə skandal göstərirlər. Qadın varlıq olaraq Kənan üçün nə ifadə edir? İlham pərisi deyil, kişilərin uğursuz hekayəsi olaraq mən inanıram ki, orada hansısa bir qadının imzası var. Həyatda bir neçə şeydən qorxuram, biri də qadın şərindən. Salam dəyərli Az Xəbər media izləyiciləri. Bu həftəki Gəl Danış layihəsinin qonağı sevilən rejissor, aktyor Kənan Mahmudovdur. Salam Kənan, necəsiniz? Təşəkkür edirəm. Siz necəsiniz? Dəvətiniz üçün sonsuz təşəkkür edirəm. İstəyirəm elə ilk sualımı son layihən olan Günahsız Günahkar serialı ilə başlayım. Yəni bir çox silsilə seriallarından sonra istəyirəm bu işin haqqında biraz danışaq. Necə qarşılandı? Maraq necədir? Maraq yaxşıdır. Serial ümumiyyətlə ən çox əyalətdə yaşayan insanlar və xanımlar üçün nəzərdə tutulur. Bu işə girmədən öncə bunu nəzərə alıb çəkirsən. Çünki təcrübə göstərir ki, seriala ən çox evdar xanımlar baxır və əyalət əhli baxır. Çünki şəhər əhli o dönəmdə, o saatda şəhərin tıxac vaxtında olur. Onu nəzərə aldıq və bəlli bir bölümlər çəkilmişdi. Kanal və tamaşaçı yaxşı qarşıladığı üçün müəyyən bölümlər də 20 bölümdə əlavə olundu. Bu serial getdikdən sonra ən çox qohumlarım, çevrəm məndən inciyir ərk olaraq. Çünki mesajların çoxsunda indi nə olacaq, nətər olacaq. Spoiler istəyirlər. Amma olmaz da. Yəni bu sualı tək mənə yox, ekipdə işləyən kimə versəz vermə. Çünki gözümüzün nurun qoymuşuq ona. 4 ay, 5 ay işləmişik, gecə, gündüz, ac, susuz, çox çətin şərtlər altında. Çünki Azərbaycanda serialın çəkilməsi 4x4 deyil, hər şey əlvan altında deyil. Siz tamaşaçını bəzən qınamaq olmaz, amma onlar da başa düşmürlər ki, sən əgər bir şeyi istəyirsənsə, onun medalyonun digər tərəfini də görməlisən ki, bunun buna gücü çatarmı? Yəni tək oturub izləmək istəyirəm deməklə deyil. Coğrafiya bir türklər demişkən kaderdir. Dünyaya açılan pəncərə bir kaderdir. Fikrimi biraz dolayı yolla çatdıracağam, amma məcburam. Bizim tanıdığımız Tarkan megastar, çox karizmatikdir, çox istedadlıdır, enerjilidir, Almaniyada doğulub, İstanbulda yaşayıb. Gəlin bir anlıq düşünək ki, Tarkan Naxçıvanda, Yevlaxda və yaxud Bərdədə doğulub. Bu uğurlar onda olmayacaq. Mümkün deyil. Çünki coğrafiyanın dünya mədəniyyətinə pəncərəsi qısıtlıdır. O qədər də şey deyil. Yəni Tarkan burada doğulsaydı maksimum ola bilərdi xalq artisti, əməkdar artist, bu qədər və düşünürəm ki, bu Tarkana lazım deyildi. Bu tək musiqidə yox, idmanda, mədəniyyətdə də, kinoda da öz təsirini göstərir. Çox təəssüf ki, indi şərtlər belədir, bu şeylər altında işləyirik. Amma bu şərtlərə rəğmən düşünürəm ki, bir tık şərtlərdən üstünük biz. Bax, sənin əlində məncə savaşçıdan sonra böyük bir imkan var idi ki, sən orada qalasan və orada fəaliyyət göstərsən. Çünki Türkiyədə sənə olan maraq, yəni çox hədsiz dərəcədə qəbullanmışdı türklər səni. Niyə qalmadın sən Türkiyədə? Düşündüm ki, onu mənə xatırlatdığı məni çox üzdü. Demək olar ki, həyatda sənətim haqqında verdiyim ən yanlış səhvlərdən biri oldu. Düşündüm ki, o təcrübə ilə, o praktika ilə, o istedadla Azərbaycan mədəniyyətinə, Azərbaycan kinosuna lazımam. Amma gəldim, tam tərsini gördüm. Yəni orada yaşadığım dönəmdə, işlədiyim dönəmdə heç bir ciddi kino adamından təklif gəlmədi. Hətta mənim təkliflərimə geri döndülər. Amma mən orada maşına, taksiyə minəndə belə əllərim vururlar ki, abi sən gerçək misin? Sənətçiyə stimul verən tamaşaçı sevgisidir. Bu olsun yorumlarda, olsun canlı təmasda, hər şey öz təsirini göstərir. Amma yenə də peşman deyiləm, çünki mən Azərbaycanlıyam, vətənim buradır.
layiq olduğum yer buradır, bu deyil, başqa mövzudur, amma aid olduğum yer buradır. Bu günə qədər saysız hesabsız seriallar var ki, həm rol almısan, həm onun çəkilişində, rejissor kimi istifadə eləmisən, iştirak eləmisən. Onlar içində ən belə ürəyə yatan, ürək qoyduğun hansı olar? Ürək qoyduğum hamısında ürək var zaten. Yəni sıradan keçən, yoldan keçən hər bir insan bu işlə məşğul ola bilməz. Amma başa düşmədiyim bir şeylər var ki, mən də Azərbaycan tamaşaçısıyam. Məsəl üçün reytinq deyə bir bəla var. Bu daha reytinqlidir. Və bu hər şeydə var. Bilmirəm onu nəyə nəzərən ölçürlər. Mən özüm də bir tamaşaçıyam və biz özümüz əynimizdə paltar geyəndə biz bilirik bizə hansı paltar yaraşır, biz bilirik bizim hansı dostumuz yaxşıdır, biz bilirik bizim hansı övladımız oxuyandır, oxuyan deyil. Biz özümüz və çevrəmiz haqqında həqiqəti bilirik və bunu bizdən yaxşı bilən olmaz. Mən bir serial çəkmişdim. O seriala ümidlərim sonsuz böyük idi ki, bu serial, hər kəs bu serialdan danışacaq. Gecə yarısı. Ssenari İlqar Fəhminindir. Yəni İlqar Fəhminin ssenarisi müzakirəyə açıq ola bilməz. Yəni adam Qəzəlxandır, Yazıçılar İttifaqının üzvüdür. Yəni İlqar Fəhmidir. O serial o qədər də səs-küy gətirmədi, amma keyfiyyət baxımından, musiqi baxımından, hadisə baxımından içində insan taleyi vardı. Mənim özümün çox xoşuma gəlirdi. Sonra başqa bir serial çəkdim, adını deməyəcəm. Daha primitiv. Hə, ssenarist izləyir. Allahu Əkbər, bütün ölkə o serialdan danışdı. Nə maşına minə bilirik, nə dükana gedə bilirik. Niyə? Qaynana orada qışqırıb. Sosial mövzular. Bu hamilədir, bu buna şillə vurub. Mən o deyiləm, mən o serialların rejissoru olmalı deyiləm. Mən o beyində düşünəcək adam deyiləm. Bura sosial veriliş deyil. Və insanların onunla elə yaxından maraqlanması məni üzdü. Düzdür, kanal təbii ki, razı idi, reytinq, nə bilim nə. Ortaya bir sual çıxır. Bu reytinq kimin ki evində var acığız? Bunlar nə kitab oxuyur? Bunlar hansı musiqiyə qulaq asırlar? Bunlar nə yeyirlər? O verilişlər, o musiqilər niyə reytinq verir? Ki, mən özüm də 17, 18, 20 reytinq vermişəm. Özümə analiz etmişəm. Axı, bu niyə reytinq verir? O zaman gəlin belə eləyək. Hansı ki, evdə yoxdur, o evlərin yerini dəyişək, ataq o reytinq cihazlarını başqa aparata, onda görəcəyik hadisələr necə baş verir. O zaman bu meydan, bu da şeytan. Yəni, əzizim, reytinq keyfiyyət göstəricisi deyil. Əgər reytinq keyfiyyət göstəricisidir, elə sayılırsa, o zaman TikTokda, Instagramda milyonlarla izlənən bəzi videolar var. Axı, mənim xalqım ondan ibarət deyil. Bu xalqın Əlağa Vahidi var, bu xalqın Niyazisi var, Füzulisi var. Bu ondan ibarət deyil axı. Reytinq olmayan dönəmlərdəki keyfiyyətə bax. Daha yüksək. Əlbəttə, hər şey reytinqə bağlı. Kanal da bunu səndən istəyir. Və bu, inanın ki, bu müasir gənclərin yaradıcılığına da öz təsirini göstərir. Art house çəksəm, ona heç kim baxmayacaq, mənə dəli deyəcəklər. Ki, mən sənətimin fədaisiyəm. Bir gün Müşfiq Tumurcuq mənə dedi ki, sən başın xarab olub, hamı komediya çəkirsən, dram çəkirsən. Bəli, mənim başım xarabdır. Mən sizdən biri kimi ola bilmirəm, yəni elə ola bilmirəm. Adiləşə bilmirəm. Yo, adiləşmək yəni fikir baxımından da, standartlaşa bilmirəm. Yəni Müşfiqin də Azərbaycan kinosunda əziyyəti çoxdur, Elməddinin də hamısının çoxdur. Amma onlar tamaşaçı nə istəyib onu çəkirlər, onlar da qınamıram. Mən bacarmıram da. Amma onlar heç olmasa gəlir əldə edə bilirlər də bundan. Mənim sənətim mənim üçün gəlir vasitəsi deyil. Bu iş könül məsələsidir, zövq məsələsidir, ürək məsələsidir. Bax, o sadaladığın serialların bir çoxunda aktyor və aktrisalar var ki, yəni rahatlıqla deyə bilərəm ki, onları sən məşhurlaşdırmısan. Halal xoşlar olsun. Onlardan biri də Pərvin Abiyevadır ki, hal-hazırda aranız biraz, özünün dediyinə görə aranız biraz soyuqdur. Mənim heç müsahibəsində deyib ki, biraz aramız dəyib Kənanla. Yox, aramız dəyməyib. Elə bilmirəm nəyə əsasən deyil. Novruzun mənim müsahibəsində bir fikri oldu ki, mən o gündən o sual beynimdədir ki, mən bunu Kənandan nə vaxtsa da soruşacağam. Deməli, Cavidan belə bir fikir irəli sürdü ki, Pərvin həm xarici görünüşcə, həm istedadca
çox istedadlı və yaraşıqlı, yəni gözəl, cazibədar xanımdır. Onun yeganə şanssızlığı istedadsız rejissorların əlinə düşməyidir. Düşünürsən ki, onu sənin nəzərdə tutduğun? Ola bilər Cavidanın pəncərəsindən mən elə görsənirəm, yenə də onun fikrinə hörmətlə yanaşıram. Amma mən Cavidanı da filmdə çəkmişəm, özü də son dönəmlərdə mənə yazmışdı ki, səndən işləmək istəyirəm. Ola bilər o hansısa zamana uyğun deyib. Bəlkə səni nəzərdə tutmayıb. Nəzərdə tuta da bilər. Mən incimirəm. Mən hamıya görə istedadlı ola bilmərəm. Hamıya görə yaxşı insan ola bilmərəm. Amma əsas önəmli olan budur ki, mən olduğum yeri bilirəm. Mən özüm haqqında, öz istedadım haqqında həqiqəti bilirəm. Mən bir plana 7 dəqiqə ağlamaq səhnəsi çəkmişəm. Mən türk serialında oynayanda gözümə damcı çəkirdilər Xocalı haqqında. Dedim, olmaz. Mən bunu mənəvi olaraq özümə yaraşdırmıram. Bu mənim millətimin travma yeridir. Mən o acını yalandan göstərə bilmərəm. Bir də mən 20 ildir dram çəkirəm. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Bu onların həqiqətidir, amma mənim həqiqətim danılmazlığı ortadadır. Bəs Pərvini bu dəqiqə bu serial, kino sektorundan küstürən səbəblər sizcə nədir? Bu sualı Pərvin xanımın bir mütəxəssis kimi, bir professional kimi, rejissor kimi. Bilmirəm axı, mən Pərvin xanımın yerinə danışa bilmərəm. Yəni həddimə də düşməz. Bir də hansısa ifadəm düzgün səslənə bilməz, yanlış ifadə səsləndirərəm. Amma o ki qaldı dostluğumuza, mən həyatımda olan hər kəsə hörmətlə yanaşıram və dostluğumuz da davam eləyir. Yəni inanıram ki, haçansa zəng vurub nəsə istəsəm, %100 mənə kömək eləyir. Bax, hal-hazırda yəqin ki məlumatım var. Bu Azdramada aktyorlar falan biraz yəni münasibətlər. Dünən o haqqda səhifələrin birində qarşıma çıxdı. Kömək edə biləcək gücdə deyiləm. Sadəcə fikrimi öyrənmək istəyirəm ki, yəni biz görmüşük qalmaqallar müğənnilər arasında olub, sənətçilər arasında olub. Yəni aktyorlar arasında da bu ədavət varmı və həqiqətən gənc nəsil aktyorlarla yaşlı nəsil aktyorların arasında bir qısqanclıq. Çünki Mehriban Xanlarova deyir ki, əslində Mehriban Xanlarovaya teatrdan deyiblər ki, siz gənc nəsil aktrisaları qısqandığınız üçün onlara, yəni iş təklif olunmağı sizə pis təsir edir. Yəni sən bu aktyorlarla çox işləyən biri kimi varmı o qısqanclıq aktyorlar arasında? Əslində düşüncəsi sağlam olan insan heç kimi qısqanmamalıdır, çünki hər kəsin öz adı var. Yəni sən ikinci bir Kənan İmam olsan, mən səni qısqana bilərəm. Sən axı deyilsən, sən məndən yaxşı ola bilərsən, amma sən başqa ada sahibsən, mənim yerimdə deyilsən. Dünya hər kəsin yaşaya biləcəyi yerdədir, səhnə hər kəsin çıxış edə biləcəyi yerdədir. Var insanlar özün harda görmək istəyirlər. Bu şeylərə mən üzülürəm, çox təəssüf ki, belə şeylər olur. Fərqi yoxdur, müğənnilər arasında olsun. Bax, özün bir şey dedin ki, biz görmüşük ki, müğənnilər arasında olar. O da olmamalıdır. Sən bu gördüyünlə barışmağın özü də yanlış bir şeydir. Niyə belə olsun ki? Əgər bizə çox nəyi təqdim edirlərsə, biz ondan barışmaq, onu şuuraltı olaraq, refleks olaraq qəbul etmək zorunda deyilik. Bəzən biz buna etirazımızı göstərməliyik. Amma bunu bu həddə çatdıran yalançı reyting televiziyaları oldu. Mən səni inandırım ki, o liftdə pavilyona bir yerdə qalxırlar, mehribancasına girib içəridə skandal göstərilir. Lazım deyil belə şey uşaqlar. Yəni sənət göstərin, əgər əlbəttə vardırsa. Yəni o ki qaldı Azdrama kimi akademik böyük yerdə belə şeylərin baş verməsi üzücü bir şeydir. Yəni hamı küsür gedir. Mən gedim, sən get, o getsin, bu getsin. Ortaya bir sual çıxır. Bəs kim qalsın? Kim quyruğundan tutsun? Kim iş görsün? Yəni küsüb getməyə nə var ki? Əsas bir ara küsmüşdün sən amma sənət. Yəni mən mövcud olan vəziyyəti dəyişə bilmərəm. Deyir, Məhəmməd dağdan küsüb, dağın xəbəri yoxdur. Küsüb nə edəcəm? Yəni budur da. Yəni sistem budur. Özün vurğuladın televiziya verilişlərindən. Ümumiyyətlə bu sosial verilişlərlə aran necədir? İzləyirsənmi münasibət? Yəni olanlardan xəbərdarsanmı? Sadə vətəndaşların ailə problemlərini sosial şəbəkədə televiziya izləyə biləcək bir insan deyiləm. Çünki 7-24 çəkilişlərdəyəm. Öz filmlərimə montajda baxıb qaçıram, nəticəni YouTube-da izləyirəm. Bəzi şeylər gizli qalsa yaxşıdır. Bəzi şeylər açılmasa yaxşıdır. Bəzi insanları yaxından tanımasan yaxşıdır. Bax, ən xoşuma gəlməyən şeylərdən biri bilirsən nədir? Oruçluq vaxtı yeməyini paylaşmır, yediyini paylaşır. Yəni bu da onun kimi bir şeydir. Kiminsə dərdinə mən ancaq baxıram, kömək eləyə bilmirəm.
Həyatımızda o qədər lazımsız məşhur insanlar var ki, bu sözü həmişə deyirəm, deyəcəm də. Əgər bir gün Azərbaycanda internet, Instagram, TikTok bağlansa, o zaman bizim həyatımızda olan bəzi məşhurların əslində heç kim olduğunu anlayacağıq. Bunun üçün bunun baş verməsi lazım deyil. Bunun üçün onun vətənə, xalqa, millətə, cəmiyyətə, mədəniyyətə, idmana verdiyi zərər və xeyri analiz eləsək bizə yetər. Amma biz bunu eləmirik. Elə bir dönəmə çatmışıq ki, özümüzə, öz həyatımızdan başqa hamının həyatı maraqlıdır. Bəzi şeylər var ki, məsəl üçün, bəyəm düşünən qadın yoxdur ki, mən heç vaxt kasıb oğlana getmərəm. Bu düşüncədə olan qadın yoxdur. Bəyəm elə bir düşüncədə olan kişi yoxdur ki, mən heç vaxt, nə bilim, kasıb qadından evlənmərəm. Var da bu mövcuddur da, bu fikir mövcuddur. Amma bunu efirdə demək olmaz. Bir də baxır kim deyir. Bəzi insanlar var ki, onlara hər şey olar. Məsəl üçün, bir qardaş, deyək ki, Mamet, Gülbala və yaxud Əflatun hardasa maykada, şortikdə, əllərində içki, qəlyan falan belə şəkil paylaşıblar. Onun şəklinin altında onu izləyənlər yazacaq ki, nuş olsun, bura halaldır, yerimiz məlum nəvindən. Məni elə desəm, məni vətən xaini çıxarırlar. Deməli, insanların cəmiyyətdə qəbul elədiyi insanların fərqli profilləri var ki, səni belə qəbul edirlər, sənə olmaz. Amma sənin bir seçimin var da, buna da baxa bilərsən, buna da baxa bilərsən. TikTok demişkən, heç kəs canlı yayım açmayanda, TikTok məşhur olmayanda, TikTokda ən məşhur simalardan biri idin sən. Sonra amma elə bil ki, biraz TikTokdan uzaqlaşdın. Hər şey dadında, duzunda gözəldir. İnsanlar həyatda aid olduğu yeri bilməlidir. O dönəmlər mən bir cümlələr eşidirdim. Tələffüz düzgün olsa da anlayış yanlış idi. Deyir ki, filan kəsin tanıdıq. Sən tanımadın, o həmişə elə idi. Sadəcə fürsət olmayıb tanımağa. Mən bir şeyə inanıram. Əgər bu burada ağ rəngdədirsə, bunu mən stolun üstündə hara qoysam ağ rəngdə olacaq. İnsanın xarakteri də elədir. Sən canlıda da o xarakterə sahibsən, telefon olmayanda da, Türkiyədə də, Amerikada insanın xarakteri dəyişməz, inkişaf eləyər. Olduğu üzrə inkişaf eləyər. Əgər sən pis düşüncəli insansansa, sən inkişaf eləyəcəksən pis düşüncən üzərindən. Yaxşı düşüncəyə sahib insansansa, yaxşı düşüncən üzərindən inkişaf edəcəksən. Sən sadəcə inkişaf edə biləcəksən. İnsan dəyişə bilməz. Özün inkişaf elətdilər. Hər şey dadında, duzunda. Sonra baxdım, elə hadisələr, elə şeylər baş verir ki, dedim, aman tanrım, mən burada nə edirəm, mən burada nə işim var? Yəni, oranın o günə düşmənin günahı mən deyiləm. Üzü suluyken öpürəm sizi, sağ olun. Kənanın ən böyük peşmanlığı nədir bu günə qədər? O qədərdir ki. Amma peşman olmaq ikinci peşmançılıqdır. Ona görə də onu dilimə gətirmirəm. Çünki bilirsən, yəni peşman olub nə zamanı geri ala biləcəm, nə mövcud olan vəziyyəti dəyişə biləcəm. Mənə görə yaşanan hər şey mənim üçün təcrübədir. Vəssalam bu qədər. Mən 40 yaşımdan sonra bu həyatda heç nəyə təəccüblənmirəm. Bəzən olur, deyirlər ki, filan kəs belə deyir, nə danışırsan? Olub da, yəni sənin belə şaşırtman, abartman heç nəyə dəyişməyəcək. Yəni, insansansa hər şeyi insandan gözləyə bilərsin. Qutardı getdim. Kənanın nə show biznesində varsan deyə bilmirəm, nə show biznesdən kənardasan deyə bilmirəm. Amma bir Kənan Mahmudov, Kənan Emim olaraq, yəni sən mövcudsan. Kənanın dostu kimdir bu aləmdə? Varmı ümumiyyətlə dost anlayışı sənin üçün? Dostluğun bu aləmə, digər aləmə aidiyyatı yoxdur. Dost dostdur. Yəni dost hansısa bir işinə məşğul olmalıdır da. Bunun sən dost seçəndə onun sənətinə baxıb seçmirsən ki, xasiyyətinə, xarakterinə. Çünki çoxudur ki, bizim aləmdə dost yoxdur, nə bilim, müğənnilər arasında dost yoxdur. Bizim aləmdə dost yoxdur deyən insan özü yaxşı dost deyil. Vəssalam, niyə dost yoxdur ki? Bu nə deməkdir? Sən bayquşsan, tək yaşırsan, dəvəsən, səhrada yaşırsan, belə bir dünya yoxdur. Sən inoplanetan deyilsən ki, ayda yaşamırsan, Marsda yaşamırsan ki, dostun var. Sadəcə sən üstünlük göstəricisi göstərirsən psixoloji olaraq ki, mən o qədər yaxşı insanam ki, heç kimin dostluğuna layiq deyiləm. Amma əslində tam əksinədir. Sən yaxşı Bəlkə də kimsə səni bəyənmir. Yaxşı dost axtarma, yaxşı dost ol, səni axtarsınlar. Hamıdan üz çevirib gedirsən.
Həyatımızda bizə səhv edən insanlardan arxamızı çevirib getsə, biz axırda tək qalarıq. Biz özümüz də kiməsə görə səhv eləmişik. Və dost nəyə lazımdır? Arxa çevirib gedən deyil ki, qalmaq lazımdır. O ki qaldı bu aləmdə dost, o qədər dostum, tanışım var ki, mən ümumiyyətlə küsülü, kinli insan deyiləm. Mən ümumiyyətlə qisas ala bilən bir insan deyiləm, amma mən borclu qalan insan da deyiləm. Bunu necə başa düşək? Kimsə sənə pislik eləyəndə sən onun cavabını da hansı yolla, bir yolla verirsən, onu anladım, hansı yolla? Mən hər kəslə öz dilində danışmağı bacaran insanım. Əslində sənin duyğusal və ürəyimin kövrək olduğunu mən hardasa bilirəm. Yəni Dostoyevskinin bir dənə qəşəng sözü var. Deyir ki, sizin qeyrətli olmağınız, namuslu olmağınız sizi başqalarından üstün göstərməz. Siz onsuz da belə olmalısınız da. Yəni bununla nəyə şeylisən, normal insan elə olmalıdır. O ki qaldı duyğuya, insan duyğusal olmalıdır. İnsan heyvandan fərqi nədir? Vəhşi deyilik ki, bizim də göz yaşımız var, həyəcanımız var, hissimiz var, sevgimiz var, ayrılıq acımız var, vətən sevdamız var. Bu insana məxsus olan bir şeydir. Burada qeyri-adi bir şey yoxdur ki, kim əgər özü belə deyilsə, bu ona qəribə gələ bilər. Vəssalam. Qadın varlıq olaraq Kənan üçün nə ifadə edir? Çox şey, amma bir mənalı yox. Yəni çox şey. Həzrət Əlinin gözəl bir sözü var, qadın insanın anasıdır. Peyğəmbər əleyhissalamın gözəl bir sözü var, cənnət anaların ayağı altda. Bax, qadınların ayağı altda yox, anaların ayağı altda. Yəni, hər qadın bu sözü üstələnə bilməz. Çünki hər dünyaya gətirən, uşaq dünyaya gətirən qadın ana deyil. O zaman hər dünyaya uşaq gətirən ana qadındırsa, bəs uşaq evində olan uşaqları kimin adına yazıq? O sadəcə bir qadının bacara bildiyi bir anatomik bir vəziyyətdir, vəssalam. Qadın mənim üçün ilham pərisi deyil. İlham pərisi deyil. Məncə ağıllı kişi heç bir zaman qadınla mübahisə etməməlidir. Çünki sonuçda uduzan tərəf olacaqdır. Gərəksiz bir şeydir. Həyatda bir neçə şeydən qorxuram. Biri də qadın şərindən. Çünki tanınmış insanlar həyatın yükünü 2 qat daşıyırlar normal insanlardan. Məsəl üçün, tanımadığın birinə bir qadın şər atsa, o cəmiyyət üçün maraqlı ola bilməz və insan onun altından çıxa bilər. Amma tanınan insanlar üçün bu o qədər də asan deyil və hətta sənin elə bir həyat tərzin olmasa belə buna inanmayanlar, insanlar inanmasalar da belə sevinəcəklər o vəziyyətə. Bu dəqiqə əlində balta o qədər yıxılmağı gözləyən insanlar var ki, bilmirəm niyə. Biz bir-birimiz haqqında olan həqiqətləri bilsəydik, inan bir-birimizə salam verməzdik. O müştəhidlərdə bəsirət gözü olur. Yaxşıdır bizdə yoxdur. Hamımız tək qalarıq. Hamımız tək əslində heç nə göründüyü kimi deyildi, amma bir arxa tərəfi də var. Tesla'nın qəşəng bir sözü var. Bir-birimizə olan nifrəti enerjiyə çevirsək, dünya işıqdan ibarət olur. Əslində duyğulu insansan, qadınlara qarşı yəni diqqətlisən. Hər nə qədər incə olduğunu, yəni düşüncə mənasında göstərməyə çalışmasan da qadınlara qarşı incəsən. Nəyə əsasən deyirsən bunu? Həssas insansan və hiss edirəm də dostluğumuz var, münasibətimiz var. Hiss edirəm ki, əslində amma bir o qədər də qəddarsan qadınlara qarşı. Mən qəddar deyiləm. Qəddarsan. Çevrəm çox. Qadınlara qarşı qəddarsan. Niyə? Amma eyni dərəcədə də diqqətçisən. Yəni bu ikisi eyni necə ola bilər? Biz ikimiz eyni dünyada yaşaya bilərik, amma biz ikimiz eyni dünyada başqa-başqa dünyaları yaşayırıq. Yəni sən mən yaşadığımı yaşasan, bəlkə də haqq verərsən. Mən sənin yerindən durub özümə baxsam, bəlkə də sən düşündüyün kimi düşünərəm. Hər kəs öz həyatının baş qəhrəmanıdır. Hər kəs öz hekayəsini özü yazır. Kişilərin uğursuz hekayəsi olur. Mən inanıram ki, orada hansısa bir qadının imzası var. Məsəl üçün bir söz var, qadınların uydurduğu bir söz. Hər uğurlu kişinin arxasında güclü bir qadın. Hər bədbəxt kişinin arxasında da xoşbəxt bir qadın dayanır. Hətta. Buna əminliklə mən sənə deyirəm. Yəni bir kişinin uğurlu olması üçün əgər bir qadına ehtiyacı vardısa, o zaman uğursuz kişilərin arxasında o qadınları qoyaq görək, o kişilər də uğurlu olacaq. Onun başqa bir hekayəsi vardı.
Taylandda Timsah gölünün ətrafında turizm başçısı deyibdi ki, bəs kim bu gölə kəllə vurub o tərəfdən çıxsa 5 milyon dollar qazanacaq, amma burada şeylər var, timsahlar var. Bu anda bir kişi tullanıb gölə, üzə gedib o tərəfdən nə tərsə olub, timsah bu niyə yemir? Çıxıb deyib kim idi məni itələyən? Arvad deyib ki, mən inanırdım ki, sən salamat qalarsan. Əgər yesəydi bəs yesəydi. Nə düşünsək ki, onu bilə-bilə itələmişdi ki, yesin əslində. Hər bir kişinin arxasında uğurlu bir qadın dayanır deməklə kişilərin əməyini, haqqını yemiş oluruq. Elə bir şey yoxdur. Hər kəsin əməyi özünə. Amma hər bir qadının arxasından yazırlar, kişinin arxasında komment yazırlar, analar dayanıb. Normaldır, dayanmalıdır da. Kim dayanmalıdır? Mən ilk dəfə dəstəyimi ailəmdən görmüşüm. Bu normaldır. Onu başqa bir qadınlara üstün göstərici eləmək üçün göstərir. Ümumiyyətlə qadınlar çətin varlıqdılar, doğrudan deyirəm. Qadının fikri, düşüncəsi izlədiyi seriala görə, getdiyi ölkəyə görə, qonşusuna görə, oturub durduğu rəfiqəsinə görə danışa bilər. Məsəl üçün qadının nə istədiyini kəşf edən bir cihaz düzəltmək olsaydı, o cihazı hansısa başqa bir qadın düzəldərdi. Kişi onu düzəldə bilməzdi. Qadınların tək problemi əslində nə istədiyini bilmirlər. İndi yazacaqlar ki, sevgi istəyirik, qayğı istəyirik. Burada nə var ki, onu kişi də istəyir də. Onu ən çox kişi istəyir. Qutardı, getdi. Bəs niyə onda daha çox sevgi verən qadın daha çox vəfasızlıq görür? Yanlış adama sevgi verirlər. Bəs hardan bilək o yanlış adamdır? Bu biraz bəxt söhbətidir. Bax, bədii ədəbiyyatda əgər bir əsərin müəllifi kişidirsə, o əsərdə qadın vəfasız olmalıdır. Əgər bir əsərin müəllifi qadındırsa, o əsərdəki kişi vəfasız olmalıdır. Əks cinslər bir-birindən bədii ədəbiyyat üzərindən də qisas alırlar. Amma qadınlar bəzən deyir, darıxdım, darıxmışam. O darıxmaq əslində bir yerdə olmaq üçün deyil. Onu təzədən yuvaya çağırıb qisas almaq üçündür. Qadınların qisası çox betər olur. Məsəl üçün, kişinin ahı inanmıram qadını tutsun. Amma qadının ahı, yəni kişi ayrılar, parkovkada maşına minməmiş iflic olur. Bəs qız atası olmaq necə hissdir? Peyğəmbər əleyhissalam deyib ki, əgər mən övlad seçimi qarşısında qalsaydım, qızı seçərdim. Çox qəribə bir duyğudur. Düşlərin bir sözü var, anlatamam, görmən lazımdır. Yəni, yaşamaq lazımdır. İnsan özünü qanatlı hesab eləyir. Bir qadının, bir qızın ahın almaqdan qorxur ki, zaten mənim xasiyyətimdə elə bir şey yoxdur. Mən ümumiyyətlə həyatın karma, bumerang olduğuna inana bilən bir insanım. Dəfələrlə bunu şəxsi həyatımda da, sənətimdə də görmüşəm. Əslində onu dərk edən adam daha doğru yaşayır həyatını. Mən özümə görə deyirəm. Yəni nəsə pis əməl görməkdən çəkinirsən də. Düşünürsən ki, bu dönüb dolaşacaq, səndə olmasa belə evladlarından çıxacaq. Mütləq. İnsan öz-özünü toparlayır. Yəqin ki, məlumatın var, son günlər bu verilişlərin birində atasız qızı almaram ifadəsi çox böyük rezonans doğurdu. Yəni bu fikrə həm kişi kimi, həm qız atası kimi fikri istəyirəm. Hər bir düşüncəyə sahib insan cəmiyyətdə mövcuddur. Bayaq dediyim kimi dilimizə gətirilməkdən çəkindiyimiz, cəmiyyət içərisində səsləndirməkdən qorxduğumuz o qədər düşüncələrimiz vardı ki, tanınmış insanlar paylaşımlarında, canlı yayımlarda, efirlərdə biraz tələsməməlidirlər fikirlərini bildirməyə. Mən inanmıram ki, Nigar xanım o sözü düşünülmüş şəkildə, aqressiya şəklində deyibdi. Bəlkə də onun altında bir hekayə yatır. Biz onu bilməmişik. Yəni bir insan niyə çıxsın efirə elə şey desin ki, fikirlərini səhv ifadə edir. Fikirləri bir anlıq səhv ifadə eləmək sənin bir yanlış insan, pis insan olmaq anlamına gətirmir. Çünki
dilin sümüyü yoxdur, dil ətdəndir. Mənim də ağzımdan nəsə çıxa bilər, sənin də ağzından nəsə çıxa bilər. Cəmiyyət onu başa düşər, başa düşməz, o başqa mövzudur. Bir də belə şeylərin unudulmasına biraz zaman lazımdır. Yəni yaxşı bir şey deyil. Düşünürəm ki, Nigar xanım da onu qəsdən deməyibdi. Bəlkə də bəlli bir hekayəsi vardı. Mən istəyirəm bugünkü müsahibəmin sonunda bir dənə şeir desin ki, Kimə lazımdır bir şey? mənə. Eyni yerdən vurub durma. Gülüm, yeni hədəfə keç. Ürəyim bərbad gündədir, biraz başqa tərəfə keç. Məsələn, vur gözlərimdən, mən görməyim daha səni. Ucuz eşqlər qala-qala, çox almışam baha səni. Gəlmişdim qəlbimi geri götürəm, gördüm ki, qəlbində özgəsi vardı. Sən demə ünvanı səhv salmışam mən. Qəlbimin nə qədər döngəsi vardı. Bir neçə il bundan qabaq 15-16 yaşında bir qız uşağı xanım maşınımın üstünü yazırdı. Mənim də ola subay vaxtlarımda. Maşınımın üstünü yazırdı. Sevgi məktubları gözlədim. Mən buna yəni hörmətlə yanaşırdım, amma anasına dedim ki, yəni bu yaxşı bir şeydir də, şizofren olmağa götürür gedir. Və o ərəfədə bir şeir yazdım. Mən qara ilanam, vallahi zəhərəm. Özün də görürsən, lap bir təhərəm. Mən sənin ömründə gəldi gedərəm, mən sənin sevgilin ola bilmərəm. Günəşim deyilsən, ayım deyilsən, Tanrının verdiyi payım deyilsən, qızcıq sən mənim tayım deyilsən, mən sənin sevgilin ola bilmərəm. Sən elə bir gülsən ki, yola bilmərəm. Zənn etməsən mənim özüm yaşdasan. Mən sənin sevgilin ola bilmərəm, sən mənim balaca qızım yaşdasan. Nə gözəl. Təşəkkür edirəm. Çox sağ ol. Siz sağ olun, minnətdaram. Qısa, konkret, lakonik istədiyim cavablarını demək olar ki, Eləmi? təxmin elədiyim cavabları aldım səndən. Sual varsa, cavab mövcuddur. Baxır o suala necə cavab verirsən. Bütün tamaşaçıları salamlayıram, kanala abunə olmağı unutmayın.